Düşünürlər ki, kontent çəkilişi üçün çoxlu vəsait lazımdır, çoxlu pul xərcləmək lazımdır ki, ortaya normal bir görüntü əldə edəsiniz. Mən bu düşüncəni sizin üçün dəyişərəm. Artıq heç bir şərait olmayan bir yerdə bir normal bir görüntü əldə etmək olar. Hal-hazırda görüntümüz belədir. İzləmədə qalın. Bu videonun sonunda necə bir kontent çəkilişi üçün görüntü əldə etmək olar, onu sizə göstərəcəm. Yəni onu demək istəyirəm ki, siz biznesiniz üçün kontent çəkilişi etmək istəyirsinizsə, çoxlu vəsait xərcləməyə ehtiyac yoxdur. Ay mikrofon hardan alım, işıq hardan alım, işığı necə qoyum. Bunların hamısını siz düşünsəniz, öz biznesinizə odaklana bilməyəcəksiniz. Məhsulunuza, xidmətinizə, keyfiyyətinə, müştərilərə odaklana bilməyəcəksiniz. Bunları siz unudun, bunları sizin yerinizə biz edirik. Reallıq fərqlidir, sosial media fərqlidir. Sosial mediada hər kəs varlıdır, imkanlıdır, görüntü superdir. Yəni bu insan yaşayır da. Reallıq elə deyil, reallıqda bunun işin arxa prosesi var, çətinliklər var. Hər şeyə pulun çatmır. Hamı da elə bilir ki, sosial mediasında çoxlu, Instagramda, TikTokda çoxlu izləyicisi olan çox qazanır. Müştərisi çoxdur. Elə düşün. Sən vaxtın idi. Nə deyirdim reallıqla? Nəysə, sonra deyim. Demək istədiyim odur ki, sizin bir biznesiniz var və keyfiyyətli məhsul və ya xidmət satırsınız. Biz sizin bu biznesinizi sosial mediada yaxşı tanıda bilərik. Marketinq xidmətləri üçün elə indi bizə yazın.